ətli qarabaşaq kotleti edirik. Qazanıma 1 stəkan yarım qreçka qarabaşağımı əlavə eləmişəm. Üzərini örtəcək qədər də su əlavə elədim. Duz vurmuram. Qarabaşağımı bişirdim. Qarabaşağımı bişirdim. Ondan sonra qabıma ilk öncə ətimi keçirmişəm. Üzərinə 3 ədəd soğanı keçirdim. Ondan sonra bişirdiyim qarabaşağı keçirdiyim ətin üzərinə əlavə elədim. Amma qarabaşağı da ət keçirəndən keçirmişəm. Yəni o bişmiş halını əlavə eləmədim. İndi qəşəng şəkildə qarışdırıram. Duzunu da əlavə eləmişəm. 1 çay qaşığı duz əlavə etdim. Hazırdır. Onu da qeyd edim ki, əgər qarabaşağı ət keçirən maşından keçirməsəniz, bu halı ala bilməyəcəksiniz. Suxariyə batırdım. İndi qızardacağam. Kotletlərim hazırdır.